Çox az vaxtım var, istəyirəm ki, avtoyuma sonrasında minimum vaxtda maksimum nəticə əldə edeyim. Bu tələbimizi qarşılayacaq olan məhsul VetGloss məhsuludur. VetGlossun əsas funksiyası nədən ibarətdir və biz onu hansı mərhələdə istifadə etməliyik? Bunun cavabı çox asandır. Deməli, avtoyumadan avtomobilimiz çıxdıqdan sonra biz istəyirik ki, kox məhsulunu istifadə edək və avtomobil üzərində hidrofobluq dərhal göz qabağında olsun. Kontaktsız yumadan sonra ikinci mərhələ şampundan istifadə edərək avtomobil üzərində olan statik çirklər süngər və yaxud da mikrofiber əlcə ilə atıldıqdan sonra biz onu qurulamadan, çünki bu da vacib məsələdir, bizə vaxt qazandıracaq mərhələdir, avtomobili qurulamadan yaş səth üzərinə VetGlossu biz spreyləyirik. Səth üzərində olan VetGloss məhsulu təzyiqsiz su ilə yuyulduqdan sonra professional qurulama dəsmalımızla quruluyuruq. Bundan sonra VetGloss bizim avtomobilin üzərində 2 həftəyə qədər həm hidrofobluğu təmin edir, eləcə də quş pisliyi, ağac şirəsi və digər aqressiv çirklərdən bizim avtomobilimizin xarici səthini mühafizə etmiş olur. VetGlossun tətbiqi çox rahatdır. Protektor vaksla avtomobili yumağa vaxtımız yoxdursa, 3-cü mərhələdə hidrofobluq və avtomobilin mühafizəsini təmin etmək istəyiriksə, bu zaman rahat bir şəkildə VetGloss məhsulundan istifadə edə bilərik. Mən hal-hazırda danışdığım anda arxa fonda VetGloss'un real effektini görmüş olursunuz. Videonun girişində də qeyd etdiyimiz kimi VetGloss məhsulu minimum vaxtda maksimum nəticə əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulmuşdur. Bizdən bu günlük bu qədər olsun. Hər zaman dediyimiz kimi, avtomobiliniz təmiz, canınız sağ olsun.